Elm və Təhsil naziri Emin Əmrullayev fevralın 27-sində Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Nazirliyin sosial şəbəkə hesablarında paylaşılan fotolarda ondan çox vətəndaşın iştirak etdiyi məlum olur. İş yerlərinin dəyişdirilməsi, tələbə köçürülməsi və məşğulluq məsələləri ilə bağlı olan müraciətlərin nazir Emin Əmrullayev tərəfindən dinlənilib, operativ araşdırılması və həlli üçün aidiyyatlı qurumlara müvafiq tapşırıqlar verildiyi elan edilib. Üsullu və planlı şəkildə hətta qəbula gələcək vətəndaşların kimliyi, edəcəyi müraciətləri və onlara veriləcək cavablara qədər öncədən tərtib edilmiş bu qəbul da digər vətəndaş qəbulları kimi formal bir şəkildə yola verildi. Planda olduğu zaman bitdi və qəbul bitdi. Nazir Emin Əmrullayev qəbula biraz rəng qatmaq üçün görüşdən əvvəl Sumqayıt şəhərində yerləşən İsmat Qayıbov adına bir nömrəli tam orta ümumi təhsil məktəbini ziyarət edib dərs prosesində şagirdlərlə qısa bir dialoq etdi. İndi isə Elm və Təhsil Nazirliyinin Sumqayıtda keçirilən bu vətəndaş qəbulunun əsl üzünü sizə təqdim edirik. Emin Əmrullayevin qəbuluna yazılan Pərviz adlı vətəndaş həm Elm və Təhsil Nazirliyinin, həm də Abşeron Xızı Regional Təhsil İdarəsinin sosial şəbəkə hesablarında səyyar qəbulun paylaşıldığı postlara yazdığı fikirləri diqqətinizə çatdırırıq. Stat: Bu artıq susulacaq məsələ deyil. Atam, şəhid ailəsi üzvü, mənimlə bağlı haqsızlıqlara görə nazirin qəbuluna getmişdi. O, ədalət istədiyi üçün ora getmişdi. Bugün isə atam saxlanılıb və polis bölməsinə aparılıb. Arada saxlanıldığını demirlər. Şikayətə gələn vətəndaşlar niyə polis bölməsinə aparılır? Şikayət edilən şəxslər arasında region rəhbəri İlhami Abdullayeva, həmçinin digər əməkdaşlar Aydın Rəhimov və Aynurə Rüstəmovanın da adları var. Cənab nazir, siz bu şəhərə turist kimi gəlməmisiniz. Siz vətəndaşın sözünü dinləməyə gəlmisiniz. Statın sonu. Qeyd edək ki, ifadələrinə əsasən bir pedaqoq olduğu qənaətində olduğumuz həmin şəxsin bu paylaşımları qısa müddət ərzində həm Nazirliyin, həm də Abşeron Xızı Regional Təhsil İdarəsinin sosial şəbəkə hesablarından silinib. Qəbula öncədən yazılan digər bir şəxsin görüşə qatılması da bir başqa formada əngəllənib. 27-si qəbulda oldum. Nazirin qəbuluna düşməli idim. Ləngitdilər, əngəllədilər qəbulumu. Biraz saat hardasa 3-ün yarısı bir də məni 3-cü mərtəbəyə qaldırdılar. Qeyd edək ki, Abşeron Xızı Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı nazirin qəbuluna yazılan, onlarla başqa vətəndaşların qəbula qatılmaları da məqsədli şəkildə əngəllənib. Onların bəzilərindən müxtəlif vədlər verilərək qəbula qatılmaqdan imtina etdirilib. Təhsil İdarəsinin əməkdaşlarının həmin şəxslərlə olan dialoqunda da onların qəbula qatılmaması lazım olduğu israrla qeyd edilir. İşdən əsassız şəkildə çıxarılan, hətta 2 dəfə Ali Məhkəmənin qərarı ilə işə bərpası təmin edilən, həmçinin qarşılaşdıqları haqsızlıqlarla bağlı digər məhkəmə instansiyalarında iddiaları təmin edilən, amma məhkəmə qərarlarına baxmayaraq yenə də pozulmuş haqlarını təmin edə bilməyən çox sayda insan var ki, onlar üçün bu səyyar qəbul bəlkə də ədalətə açılan son ümid idi. Amma müxtəlif hiylə və tərtiblərlə həmin şəxslərin nazirin qəbuluna qatılmalarının qarşısı alındı.